Dostlar, hər vaxtınız xeyir olsun. Əziz əzizlərim, videonu axıra qədər izləyin, çünki sizə jackpotdan da bəlkə ötə bir ev göstərəcəyik inşallah. Evimiz yerləşir Savalanın girişində. Hər iki məhəllədən evə daxil olmaq olar. İstəsəz, indi çölə çıxanda göstərəcəm. Sol hissədən, istəsəz sağ hissədən. Evimiz 3 yataq, 1 qonaq, hamam, sanuzel və mətbəxdən ibarətdir. Yəni ümumi desək 4 otaqlı evdir. Daxili kvadratı 148 kvadratdır əziz dostlar. Yəni bu o deməkdir ki, evimizin daxili böyük olduğu kimi həyətyanı sahəsi də yarım sotda, 1 sotda deyil. Ümumi ev 6 sotda inşa olunmadır. Şəxsi tikilidir, dairəvi cütdaşdır, beton kəmər hər biri qaydasında. Evimiz yerdən 6 daş kürsüdədir. Çerpitiya, şifer əziz dostlar. Yəni qısa anons verirəm, indi videoda da özünüz diqqət edəcəksiniz. Bir dənə koridorun zəhmət olmasa enliliyini göstərək. İndi videodan bilmirəm sizə nə cür görsənəcək əziz dostlar. 2 metr yarımdan çox koridordur. Yəni bura stol qoyub rahat şəkildə məclis yola sala bilərsiniz. Tək ki xeyrə əziyyət çəkilsin. Bax düşünün, geniş ev və üstünlüyü nədir əziz dostlar? Tam əşyalıdır. Yəni evdən götürüləcək tək şeylər nədir? 1-2 dənə elektronikadır və pal-paltar da belə deyil, ev sahibinin özünə məxsus. Evin isti sistemi kombi, qazı, suyu, işığı hər biri qaydasında. Sənədimiz əziz dostlar köhnə çıxarışdır. Yəni bu da deməkdir ki, Savalan ərazisinin %98% hətta, yəni hamısı bu sənəddən idi. Kim üstünə düşdü, kupçasını dəyişdi, yeni çıxarış eləyə bildi. Kim ki eləmədi, hər biri yəni indi imkanla bağlı olan şeylərdir təbii ki, dövlətin nə zaman verməyini gözləyir. Yəni nəticədə siz bu gün bu sənədlə üzərinə düşsəz, kimin buranın kupçanı çıxarda bilərəmmi? Əlbəttə çıxarda bilərsiniz. Əziz dostlar, evimizdə bir daha qeyd edirəm ki, nə əşya görəcəksinizsə hər biri qalır. Və yəqin ki, səs tembrindən belə hiss edə bilirsiniz ki, çox, yəni belə deyim, təcili satılan evdir. Çünki özüm belə hətta yəni həyəcanlanıram ki, inşallah görəm bu neçənci müştərimizə qismət olacaq. 3 yataq, 1 qonaq, tam əşyalı, dairəvi cütdaş, evin istiliyi kombi, hətta kondisioneri boş kondisionerdir. Yəni firmanı bilirsiniz də, brend markadır. Səhv etməsin, bir kondisioner və bir xaldenk götürüləcək. Yəni qalan nə var, nə yox, hər biri qalacaq. Qiymət isə əziz dostlar, hal-hazırda elə bir qiymətdir ki, 109.000 manat. Yəni evə ümumi makler sayağı qiymətləndirmə elədik biz. Bazar qiyməti 140-145 min manatlıq evdir və bu dəqiqə 109.000 manatla satışa çıxarıldı. Və bunu da indidən sizə deyim ki, əziz dostlar, 100 minə biz bu evi çəkməmişdən qabaq belə müştərilərimiz var ki, bizə nömrə ötürürlər ki, əlaqə saxlayarsınız. Yəni 100 mindən razılaşmadılar, belə deyim. Yəni oradan nə indirim olunacaqsa, ev sahibinə sizin dialoqunuz əsasında olacaq. İndi bilməm 108-ə mi verər, 107-yə mi verər, 105-ə mi verər? Amma 110-a belə alsaz əziz dostlar, yəni əmin olun ki, çox ideal bir qiymətdir. İndi keçid eləyək evimizin həyətyanı sahəsini göstərək. Düzdür, həyətin döşəmə daşları hazır deyil. İndi yenə vurğulayıram ki, imkanla bağlı olacaq şeylərdir. 3-5 min xərci var. Həyəti də tam şəkildə düzəltdin. Evin sol hissəsini, bisetka, qaraj, nə istəsəz eləyə bilərsiniz. Yan hissəsində elə 2 metrdən çox məsafəsi var. Əlavə olaraq su, qaz, işıq qətiyyən problemi yoxdur, amma yenə də ehtiyac su çəni quraşdırılıb. Bütün pəncərələri öz həyətinə baxır və həmçinin gördüyünüz qədəri raşotkalıdır. Diqqət elədinizsə, baxın, lambirindir. Təbii ki, külək onu yendirə bilər aşağı. Görürsünüz, lambirin üst hissəsində bütün, neydi onun adı? Sonra poluna qədər hər biri yəni döşənibdir və tam şəkildə hazırdır. Çerpitiya, şifer, sağı solu yaşayış. Qiymət isə 109.000 manatdır və sol hissədən asfalta 40 metr, sağ hissədən isə 10 metr məsafəsi var. Yəni bu da o deməkdir ki, hər iki məhəllədən evə çıxış var. Həm istəsəz sola, həm istəsəz sağa. Birbaşa 139 nömrəli marşrut xətti işləyir ki, bu ərazidən. O da ki, Koroğluya gedən qırmızı Bakıboz avtobuslarıdır. Allah xeyir eləsin. Sonunda bir daha qeyd eləməz dostlar. Ünvanımız Savalanın girişidir. Şəxsi tikili, çerpitiya, şifer, 4 tərəfli dairəvi cütdaş, bütün pəncərələr öz həyətinə baxır. Ümumi 148 kvadrat və 6 sotda inşa olunma həyət evidir. Allah xeyir eləsin. Siz evinizi topal satmaq istəyirsə, səhifədə qeyd olunan nömrələrlə mütləq əlaqə saxlayın ki, gəlib çəkib satışına köməklik göstərək və həqiqətən deyirəm əziz dostlar, tələsin. Sağda baxdım dedim bax. Sağ olun, sağla qalın.